Mən Şəhid Teymur Abdullayev öz haqqımda sizlərə qısa məlumat vermək istəyirəm. Abdullayev Teymur Ağarəhimoğlu 12 mart 1972-ci ildə Göyçay şəhərində dünyaya gəlmişəm. Orta təhsilimi Göyçay şəhərinin 6 nömrəli tam orta məktəbində, daha sonra texniki peşə məktəbində rəngsazlıq peşə üzrə təhsil almışam. Hərbi xidmətimi Litvada desant ordusunda keçirmişəm. Daha sonra Leninqradda, indiki Sankt-Peterburqda hərbi təhsil almışam və təhsilimi serjant rütbəsində bitirmişəm. Qarabağ hadisələri zamanı 1992-ci ilin noyabr ayında rayonlarda yaradılmış Göyçay Könüllülər Batalyonunun tərkibində cəbhə bölgəsinə yola düşmüşəm. Mən Ensaylı hərbi hissəsində xidmət etmişəm. Ağdam ətrafında gedən döyüşlərdə yaxından iştirak etmişəm. 25 yanvar 1993-cü ildə Ağdamın Fərrux dağı uğrunda gedən döyüşlərdə 20 yaşında şəhid oldum. Sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə.